Salam hörmətli Yanıt TV izləyiciləri, hərbi Yanıtda xoş gördük sizləri. Bugün NATO, Rusiya, Çin, ayrıca Amerika Birləşmiş Ştatları və hərbi cəhətdən güclü olan digər böyük dövlətlər arasında münasibətlərdən danışacağıq. Yəni bu hərbi müstəvidə davam edən çəkişmələrin yeni dünya düzənində kimin daha güclü və ya kimin gücünü itirməsinə səbəb olması barədə müzakirə aparacağıq. Deməli, başlayaq ilə NATO-dan. Bütün dünya gündəminin bugün ən çox müzakirə etdiyi mövzulardan biri də NATO-nun gələcəyi məsələsidir. Bu da əbəs yerə deyil, çünki NATO bugün öz daxilində çox ciddi təlatümlər yaşayır. Əgər bugünə qədər Amerika Birləşmiş Ştatları NATO-nun belə deyək, əsas gücü kimi və əsas lideri kimi ittifaqı vahid mərkəzə toplayırdısa və bütün cavabdehliyi, bütün yükü öz çiyinlərinə alıb Şimali Atlantika Alyansını dünyanın ən ciddi və birinci hərbi bloku kimi saxlayırdısa, bugün artıq Donald Trump'ın həyata keçirdiyi xarici siyasət xətti onu deməyə əsas verir ki, NATO artıq gedərək zəifləməyə və daxilindəki təlatümlər səbəbilə gücünü və birliyini itirməyə doğru yol alır. Baxın, məsələ nədən ibarətdir? Əgər 10 il, 15 il öncəsində Amerika Birləşmiş Ştatları bayaq da qeyd etdiyimiz kimi NATO-nun bütün yükünü öz çiyinlərində daşımağa hazır idisə, bugün Donald Trump administrasiyası Avropadan bunu tələb edir. Hətta Ukraynaya göndərilən silahlar artıq NATO dövlətləri tərəfindən öncə maliyyələşdirilir, sonra Amerika o silahları göndərir. Və burada təzad ondan ibarətdir ki, NATO-nun əsasını təşkil edən say çoxluğu baxımından Avropa dövlətlərinin heç biri Amerika silahlarına alternativ güc ortaya qoya bilmirlər və ya bu çox az qalır. Yəni əsas hərbi texniki imkanlar yenə də Amerika Birləşmiş Ştatlarının əlində cəmləşmiş görünür. Buna da bir sıra səbəbləri var, amma bu səbəblərin başında Avropanın İkinci Dünya müharibəsi və soyuq müharibədən sonra bir növ eyforiyaya qapılması oldu. Çünki soyuq müharibədə qalib gələn Qərb elə başa düşdü ki, artıq bitdi, dünya bir də hərbi silahlanma yarışına girməyəcək, hərbi münaqişələr olmayacaq, beynəlxalq sistemi bərqərar ediblər. Bundan sonra dövlətlər arası münasibətləri yəni beynəlxalq sistem müəyyən edəcək. Bir növ liberalların o mənə görə utopik ideyalarına aldandılar. Realizmi bir kənara qoydular. Realistlər nə deyirdi? Realistlər deyirdi ki, beynəlxalq sistem heç vaxt dövlətlərin xarici siyasətini tamamilə dəyişdirməsinə səbəb ola bilməyəcək. Çünki dövlətlər həmişə hansı sistem olur olsun öz maraqlarından, öz milli tarix və təcrübələrindən çıxış edəcəklər və xarici siyasətlərini də əsasən milli maraqlarına uyğun formalaşdıracaqlar. Və tarix göstərdi ki, həqiqətən beynəlxalq sistem qurulsa da, təkqütüblü dünya düzənini formalaşdırsa da və beynəlxalq təşkilatlar dövlətlərin xarici və daxili işlərinə qarışacaq qədər güc əldə etsələr də, bir yerdən sonra bu funksionallığını itirdi və böyük dövlətlər yenə də öz milli maraqlarına qayıtdılar. Hətta beynəlxalq sistemin əsas qurucu ünsürlərindən olan Amerika Birləşmiş Ştatları özü belə bugün sistemi, yəni beynəlxalq hüququ qoyub bir kənara tamamilə öz maraqlarından çıxış etməyə yönəlir və beynəlxalq sistemin dağılması və ya onun maksimal işləkliyi məsələsi ilə maraqlanmır. Bax, bunun nəticəsi idi ki, öz hərbi müstəqilliyini NATO çərçivəsində Amerikaya həvalə edən Avropa dövlətləri bugün çox ciddi təhlükəsizlik riskləri ilə qarşı-qarşıya qalıblar və bu da NATO daxilində əlbəttə ki, fikir ayrılıqları formalaşdırır. Məsələn, Macarıstan örneği. Macarıstan bugün Ukrayna münaqişəsində sanki Rusiyanın əlaltısı imiş kimi görünür. Daha doğrusu Qərbi Avropa dövlətləri onu bu cür təqdim etməyə çalışırlar, amma reallıqda baxdıqda isə Macarıstan həqiqətən də öz maraqlarından çıxış edir. Nəyə görə? Çünki Macarıstanın enerji asılılığı birmənalı şəkildə Rusiyadan asılıdır və Macarıstan anlayır ki, onun hərbi cəhətdən Rusiyadan məruz qalacağı heç bir təhlükə yoxdur. Yəni Rusiyanın diqqəti bugün daha çox hara yönəlir?
Şərqi Avropa və Şimali Avropa, Baltikyanı, nə bilim, Belarus, Ukrayna, Cənub-Şərqi Avropa və s. Macaristan ərazisinin yerləşdiyi o Cənubi Avropa, Cənub-Qərbi Avropa və ya Mərkəzi Avropa ilə bağlı Rusiyanın hələ ki və böyük ehtimal yaxın gələcəkdə elə bir ciddi istəyi və ya ambisiyaları yoxdur və buna ehtimal da yoxdur açıqcası. Ona görə də Macaristan bugün tamamilə öz milli maraqlarından çıxış eləyir. Onun üçün hansısa başqa dövlətin hansı risklərlə qarşılaşdığı önəmli deyil. Çünki onları önəmsəsə özünü təhlükəyə atmış olacaq bu dəfə. Digər tərəfdən, məsələn, Türkiyə faktoru var NATO-da. Minillik bir imperiyanın varisi kimsə yəqin ki, gözləyə bilməzdi ki, hansısa blok və ya beynəlxalq təşkilat səviyyəsində xarici siyasətini yürüdəcək və bütün kənardan gələn istəklərə, xahişlərə boyun əyəcək. Bugün Türkiyənin xarici siyasətində də biz onu görməkdəyik. Yəni, nə aid olduğu NATO çərçivəsində birləşdiyi Qərb blokunu dəstəkləyir, nə də Şərq blokunu tamamilə öz milli maraqlarından çıxış eləyir və bloklar arası qarşı durmadan bacardığı qədər yan çıxmağa çalışır. Amerika Birləşmiş Ştatları isə bir yerdən sonra anladı ki, Avropa dövlətlərini hərbi cəhətdən qoruyan təşkilatı, yəni NATO-nu tək başına maliyyələşdirmək və yaxud da ki, o maliyyənin əhəmiyyətli bir qismini öz üzərinə götürmək və hərbi əməliyyatlar zamanı ən çox güc, efor sərf edən dövlət olmaq onun maraqlarına uyğun deyil. Çünki canlı qüvvə baxımından da, hərbi texniki və maddi imkanlar baxımından da NATO ehtiyaclarının ciddi bir qismini həmişə Amerika Birləşmiş Ştatları qarşılayıb. Bugün o reallıq yoxdur. Bax, bütün bunlar artıq dəlalət verir ki, NATO yaxın gələcəkdə öz effektivliyini və gücünü itirsin. Ya uzlaşacaqlar, vahid nöqtəyə yenidən toplaşa biləcəklər, ya da bu bir müddət sonra NATO'nun parçalanması ən azından isə formal bir təşkilat kimi qalması ilə nəticələnəcək. Necə ki, bir vaxtlar KTMT o şəkildə idi də, KTMT-yə üzv ölkələr heç vaxt birgə əməliyyatlara qoşulmamışdılar, heç vaxt tam mənada funksional bir təşkilat qurmamışdılar, bir formal birlik var idi ortada. Bugün NATO əvvəlki təcrübələrə nisbətən formal bir birlik halına gəlməkdədir. Eyni zamanda Rusiyanın artan hərbi təzyiqləri, Çinin durmadan yüksələn hərbi gücü qarşısında NATO'nun yaxın gələcəkdə artıq qüvvələr nisbətində də geri düşdüyünü görməsək də, ən azından qüvvələr nisbətində bərabərlik olacağını görəcəyik ki, bu da ruh yüksəkliyi baxımından və yaxud da özünə inan baxımından NATO-nu ciddi sınaqla üz-üzə qoyacaq. Bir vaxtlar alternativi olmayan, ən güclü, hər şeyin ən yaxşısı olan bir təşkilat birdən-birə digər bütün rəqibləri ilə bərabər gücə sahib olacaq, bərabər hərbi, texniki, iqtisadi göstəricilərə sahib olacaq. Bu da əlbəttə ki, 10 il, 15 il, 20 il öncəsində bizdən güclüsü yoxdur psixologiyasında olan tərəflər üçün çox ciddi bir psixoloji mənəvi zərbə olacaqdır. Elə bu faktor özü də NATO dövlətlərinin yeni təhlükəsizlik axtarışlarına çıxması ilə nəticələnə bilər. Bəs yaxşı, bu reallığı Avropa dövlətləri, xüsusən ingilislər, fransızlar və ya almanlar görmürmü? Əlbəttə görürlər, amma onlar özləri də bugün çıxılmaz vəziyyətdədirlər. Çünki bir vaxtlar eyfariyaya qatıldılar, öz hərbi təhlükəsizliklərini Amerika Birləşmiş Ştatlarına əmanət etdilər, sosial yönümlü layihələr prioritet oldu, hərbi xərclər azaldıldı, hərbi müəssisələr, hərbi silahlar istehsal edən fabriklər rahatlaşdılar, onların istehsal gücü, istehsal həcmi azaldı və bütün bunlar zamanla artıq Avropanın hərbi cəhətdən geri düşməsi ilə nəticələndi. Burada geri düşmək deyəndə iddia edilmir ki, NATO hər kəsdən zəifdir, Qərbi Avropa dövlətləri hər kəsdən zəifdir. Burada ən güclülər arasındakı güc nisbətindən söhbət gedir. Yəni Çin, Rusiya, ABŞ, Qərbi Avropa dövlətləri, Türkiyə, İran
və s. Bax, bu müstəvidə ikinci, üçüncü dərəcəli güclərdən və onların müqayisəsindən getmir. Bax, ona görə də indi Qərbi Avropa dövlətləri mənə elə gəlir ki, yaxın gələcəkdə alternativ təhlükəsizlik məsələlərində alternativlər axtarışına çıxacaqlar. Bu alternativlərdən biri artıq bir neçə gün əvvəl Macronun Çin səyahətində özünü biruzə verdi. Fransa Çinin artan bütün sahələrdəki o imkanlarından yararlanmağa çalışır. Bir növdə bu yeni bir balansın ortaya çıxması ilə nəticələnə bilər. Eyni zamanda Avropa öz müstəqilliyini və suverenliyini qorumaq üçün bir yerdən sonra ya bir mənalı Amerika Birləşmiş Ştatlarının hegemoniyasını qəbul edib yarı vassal asılılığa düşməlidir, ya da Çinin və Rusiyanın şərtləri ilə razılaşıb onlardan geridə olduğunu qəbul etməlidir. Bunun hər ikisi də Avropanın əslində maraqları üçün çox ciddi təhlükədir. Və ya NATO-nun Avropa ölkələri artıq NATO-dan alternativ bir hərbi mexanizm formalaşdırmalıdırlar və burada da onların qarşısına nə problem çıxacaq? Canlı qüvvə məsələsi. Çünki yarım əsrdir ki, Avropa dövlətləri, yarım əsr az müddət deyil, yəni 50 il öncə doğulan uşaqlar bugün 50 yaşlı Avropalı o əsas belə deyək də nəsildirlər. Yəni 30-50 yaşındakı insanlar əsasən bu məsələlərdə ön plana çıxırlar. Onlar da müharibə görməyiblər. Onlar da rahat yaşayışa vərdiş ediblər. Onlar heç vaxt təhlükəsizlik problemi yaşamayıblar. Bu qayğıları olmayıb, bu barədə düşünməyiblər. Avropa dövlətlərinin heç birinin artıq döyüş təcrübəsi yoxdur. Yəni İngiltərə kimi qanlı tarixə, Fransa kimi qanlı keçmişə, Almaniya kimi müharibədən müharibəyə, savaşdan savaşa koşan bir millətlərin bugün heç birinin ordusunda yaxın gələcəkdə, yaxın keçmişdə müharibə görmüş bir təcrübə yoxdur. Döyüş ruhu nə vəziyyətdədir bəlli deyil. Texniki imkanlar cəhətdən də bayaq dedik, Rusiyadan, Çindən, Amerikadan artıq geri düşüblər. Hətta Türkiyə biraz da güc versə artıq o da az-çox Avropa səviyyəsinə gələ bilər. Bu da başqa bir təhlükə formalaşdıra bilər Avropa. Ona görə də bugün Avropa yeni bir mexanizm quracaqsa, burada onun döyüşməyə canlı qüvvəyə ehtiyacı olacaq. Bu da kim ola bilər? Çin, üzr istəyirəm, Hindistan, Braziliya, nə bilim, Şimali Afrika dövlətlərindən hər hansı biri. Amma bunların heç biri Avropa üçün effektiv olmayacaq. Geriyə bir tək elə bu yaxın 50 ildə sıx hərbi münasibətlər içərisində olduqları və çox ciddi canlı qüvvə gücünə sahib olan Türkiyə qalır. Bax, bu da bugün üçün onların xilasına qapı açarsa, yəni Türkiyəni özlərinin hərbi polisinə çevirərlərsə, bugün bəlkə də Rusiya təhlükəsinə qarşı, ABŞ hegemoniyasına qarşı və ya Çin təhlükəsinə qarşı müəyyən mənada bir sabitləşdirici rol oynaya bilər. Amma bu 40 il sonra, 50 il sonra artıq Türkiyənin özünün də Avropa üçün yeni bir təhlükəsizliyə çevrilməsinə səbəb olacaq. Ona görə də bugün artıq Avropa biraz bunu lor sözlərlə ifadə etsə, papağını qoymalı qarşısına, ciddi mənada düşünməlidir ki, mənim hərbi təhlükəsizliyim yoxdur. Ya Avropadan, ya Rusiyadan, ya ABŞ-dan, ya Rusiyadan, ya Çindən asılı olmalıyam, ya da ən azından Türkiyə simasında bir yeni tərəfdaş tapmalıyam. Amma bu da 50 il sonra mənim üçün yeni bir təhlükəyə çevrilə bilər. Bax, Avropa öz içində artıq o hərbi təhlükəsizliyini ya yaxın 10 il, 15 il ərzində təmin edə biləcək, ya da biz artıq o 1000 ildən çoxdur, 2000 ilə qədərdir dünya siyasətində xüsusi yeri olan qoca qitənin gücünü, ağırlığını itmiş görəcəyik. Belə əziz dostlar, gələn görüşlərdə inşallah görüşərik. Hələlik.